Salam dəyərli izləyicilər, hər birinizi kanalımda xoş gördük. Bugün sizlərə 6-cı sinif riyaziyyat dərsliyindən səhifə 68-də yerləşən ümumiləşdirici tapşırıqları izah edəcəm. Mövzuya keçməzdən öncə nəzərinizə çatdırmaq istərdim ki, bundan sonra da kanalımda tez-tez 6-cı sinif riyaziyyat dərsliyinin video izahlarının gəlməyini istəyirsinizsə, kanalıma abunə olmağı, videolarımı bəyənərək mənə dəstək olmağı unutmayın. Həmçinin fikir və təkliflərinizi də şərhlər bölməsi vasitəsilə mənimlə bölüşə bilərsiniz. Onu da qeyd edim ki, hansı sinifin video dərsləri daha çox bəyənilsə və izləyiciləri daha çox aktivlik göstərsə, növbəti videolarımda həmin sinifin izahlarına üstünlük verəcəm. İndi isə uşaqlar, gəlin keçək çalışmaların həllinə. Biz bu dərsləri keçmişik, mövzuları izah etmişik. Bugün isə sadəcə ümumiləşdirici tapşırıqlara aid çalışmaları yerinə yetiririk. Birinci sualımızda nisbətlərin ekvivalent olması üçün boş xanaya uyğun ədədi müəyyən edin. A bəndindən başlayaq. Öncə ekvivalent sözünə baxaq. Nisbətlərin ekvivalent olması, yəni bərabər olması deməkdir. Nisbətin hər bir həddini eyni bir ədədə vuraraq və yaxud bölərək yeni bir nisbət alırıq və həmin nisbət öncə verilən nisbətlə ekvivalent olur, yəni bərabər olur, qiymətləri eyni olur. İndi bura baxaq uşaqlar. Görək necə alınıb. Burada tənasübün xassəsindən də yaza bilərik. Nisbətlərin ekvivalentliyi ilə də yaza bilərik. Baxıram ki, bölünən birinci yerdə yazılmalıdır. Bölən ikinci yerdə yazılmalıdır. İndi bax bu 7 21-ə çevrilib. Necə çevrilə bilər? 3-ə vurulmaqla çevrilə bilər. Onda 5-i də 3-ə vurub birinci hissədə qeyd etməliyik. 5-i 3-ə vuranda neçə eləyir? 15. Deməli, bu boş xanada 15 yazılmalıymış. Qeyd edirəm, 15. İndi keçək B bəndinə. B bəndində yenə boş bir xana verilib. Bölək 15 bərabərdir 2 bölək 3. Birinci ədəd birinci yerdə yazılır, ikinci ədəd ikinci yerdə yazılır. Bu dəfə də uşaqlar hər bir həddini nəyəsə bölüblər. İndi görürəm ki, 15 3-ə çevrilib. Görəsən, necə çevrilə bilər 3-ə? 5-ə bölməklə. Onda bax, bu xanadakı ədəd də 5-ə bölünəndə cavab 2 qalıb. Deməli, bu ədəd necə bir ədəd imiş? 10 imiş. Bir daha təkrar edirəm. 15 3-ə çevrilibsə, deməli 5-ə bölünüb. Onda xanadakı ədədi də 5-ə böləndə 2 qalır. Deməli, xanadakı ədəd 10 olub. İndi keçək uşaqlar C variantını yazaq. Burada da tənasüb şəklindədir. 7-nin 9-a nisbəti bərabərdir. Boş xana verilib. Onun da 54-ə nisbəti. İndi bunu qeyd eləyək. Kəsrin surəti surətə çevriləcək, məxrəci məxrəcə çevriləcək. 9 necə ola bilər ki, 54-ə çevrilsin? Nəyə vurulmaqla? 6-ya vurulmaqla. 9-a 6-ya vursam 54 eləyir. Onda 7-ni də 6-ya vuraram və boş xananın yerinə yazaram. 7 dəfə 6 42. Kəsrin surət və məxrəcini eyni bir ədədə vura bilərsiniz və yaxud bölə bilərsiniz. Bu zaman alınan kəsir öncə verilən kəsrə ekvivalent olur, yəni bərabər olur. Nisbətlər üçün də həmçinin eyni qayda keçərlidir. D variantına baxırıq. 4-ün 25-ə nisbəti bərabərdir 0,8-in boş bir xanaya nisbəti. Bunu tənasüblə də yazmaq olar, nisbətlərin ekvivalentliyi ilə də yazmaq olar. Sadəcə şərtdə ekvivalentliklə tələb edilir deyə mən ekvivalentliklə yazıram. Bəzən şagirdlər deyir ki, müəllimə, başqa bir solla yaza bilərdikmi? Bəli, yaza bilərsiniz uşaqlar. İndi 4 0,8-ə çevrilib. Görəsən, necə 0,8-ə çevrilə bilər? Nəyəsə bölünməklə. Görək nəyə bölünür? Bu altda yazıram. 4-ü bölürəm 0,8-ə. Bunun üçün 0,8-i çevirirəm adi kəsrə. 10-da 8. Və bölərkən tərsinə çevirib vururuq. 8-də 10. 4 birbaşa surətə vurular. İxtisar da eləyə bilərsiniz. Burada fərqi yoxdur. Oldu 40 bölək 8, 5. Deməli 5-ə bölünməklə 0,8 alınıb. 4-ü 5-ə bölsək
0,8 alındı. Onda 25-i də 5-ə bölərəm və boş xanadakı ədədi alaraq. Birinci çalışmamızı izah etdik. Ümid edirəm ki, bu hissələri başa düşdünüz. İndi isə keçək ikinci çalışmanın izahına. İkinci çalışmada kəmiyyətləri eyni vahidlərlə ifadə edin və nisbəti sadələşdirin. Başlayaq A bəndini qeyd edək. 25 santimetr 3 metr. Uşaqlar, biz bilirik ki, 1 metr 100 santimetrdir. Onda 3 metrimiz də olacaq 300 santimetr. Bir daha təkrar edirəm. 1 metrimiz 100 santimetrdir. 3 metrimiz olacaq 300 santimetr. Və nisbətləri sadələşdirək uşaqlar. Hər biri 25-ə bölünə bilər. 25-i 25-ə bölürəm, 1 alıram. 300-ü 25-ə bölürəm, 12 alıram. 100-ün içində 4 dəfə yerləşir. 4-ü də 3-ə vuranda 12 eləyir. 1-in 12-yə nisbəti alındı. İndi uşaqlar, keçək B bəndini sadələşdirək. 2 litrin 150 millilitrə nisbəti. Uşaqlar, 1 litrimiz 1000 millilitrdir. 2 litrimiz 2000 millilitr olacaq. 2000 millilitrin 150 millilitrə nisbəti. Hər birini nəyə bölə bilərik? 50-yə bölə bilərik. 2000 50-yə bölünəndə qalacaq 40. 150 50-yə bölünəndə qalacaq 3. Hər birini 50-yə böldüm. İstəsəz üstündən oxla göstərə bilərəm 1-2 dənəsində. Burada hər birini 25-ə böldüm. Bunu da 25'e böldüm. Bunu da 25'e böldüm. İkincidə isə hər birini, uşaqlar onu da fərqli rənglə göstərim. Hər birini 40'a böldüm. Daha doğrusu 50'ye böldüm. Böldüm 50'ye. Böldüm 50'ye. Sadəcə bu oxları hər dəfə çəkməyə ehtiyac yoxdur. Necə alındığını göstərirəm. Birinci ədədi birinci ədədin yerində hesablayıb yazırıq. İkinci ədədi ikinci ədədin yerində. Davam edək, keçək digər variantlara. Digərlərində artıq bu oxları çəkməyəcəm. B bəndində yazdıq. İndi C bəndinə baxaq. C bəndində 80 qəpiyin 5 manata nisbəti soruşulur. Qəpiyin 5 manata. 1 manatımız 100 qəpikdir. 5 manatımız 500 qəpik olacaq. 80'in 500'e nisbəti. Hər biri səhv eləmirəmsə 20'yə bölünür. 80'i 20'yə böləndə qalacaq 4. 500'ü 20'yə böləndə qalacaq 25. Oldu 4'ün 25'ə nisbəti. Sonra keçək D variantına. 7 saat 150 dəqiqəyə nisbəti soruşulur. Uşaqlar, saatı öncə dəqiqəyə çevirirəm. 1 saatımız 60 dəqiqədirsə, 7 saatımız 6 dəfə 7 42 420 dəqiqə eləyəcək. 420 dəqiqənin 150 dəqiqəyə nisbətini yazırıq. Hər biri nəyə bölünə bilər? 30'a bölünə bilər. 420'ni 30'a böldükdə qalacaq 14. Bunu da dəqiqə yazım yanına. Uşaqlar sonra çaşmasın. Dəqiqə. 420'ni dedik ki 30'a böləndə qaldı 14. 150'ni 30'a böləndə qaldı 5. 14'ün 5'ə nisbəti alındı. İndi uşaqlar, keçək E variantını yazaq. E variantında 720 qramın 3 kilograma nisbəti. 1 kiloqramımız 1000 qramdır. Onda 3 kiloqramımız da olacaq 3000 qram. Və baxaq nəyə bölünür? Öncə sıfırları ixtisar eləsək 72 və 300'dür. Hər biri 6'ya bölünər. 6'ya bölünsə burada 12 qalacaq. 6'ya bölünsə 50 qalacaq. Qayıdıb 2'yə bölünsə 20'yə də bölünə bilər.
20-yə də bölünə bilər, bəli uşaqlar. Gəlin ilə ardıcıl bölək. Tutaq ki, 20-yə bölürəm. 720-ni 20-yə böldükdə qaldı 36. 3000-i 20-yə böldükdə qaldı 150. Baxıram ki, hər biri neçəyə ixtisar gedər? 6-ya ixtisar gedər. 6-ya ixtisar eləsəm 6 qalır. 150-ni 6-ya ixtisar eləsəm 15-in içində 2 dəfə, 30-un içində də 5 dəfə. 6-nın 25-ə nisbəti alındı. Deməli, hər birini 120-yə bölüblər. Ən son 6-nın 25-ə nisbəti alındı. E bəndində yazdıq. İndi F bəndini yazaq. 2 metr kvadratı. Sonra 500 santimetr kvadratı. Uşaqlar, 1 metrimiz 100 santimetrdir. Onda metr kvadratın 100-ün 100'ə hasili. Deməli, 10.000 santimetr kvadrat olacaq. Bir daha təkrar edirəm. 1 metr kvadratı 10.000 santimetr kvadratıdır. 2'yə də vuranda 20.000 santimetr kvadrat olacaq. Onda yazıram bunun əvəzinə 20.000 santimetr kvadratının 500 santimetr kvadratına nisbəti. Hər biri elə 500'ün özünə bölünər. 2 dənə sıfır attım, 5'ə də böləndə 40. 40'ın 1'ə nisbəti alındı. Bu F variantıydı. Sonra C variantına baxaq. 1500 millimetrin kubu bölək 8 santimetrin kubu. Uşaqlar, metr kubu, millimetr kubu olduğu kimi saxlayıram. Çünki o kiçik bir vahiddir. Mən santimetr kubunu millimetr kubuna çevirəcəm. 1 santimetrimiz 10 millimetrdir. Burada da kub olduğuna görə 10 vuraq 10 vuraq 10. 1000 eləyəcək. 1 kub santimetr 1000 kub millimetr olur. Onda 8 kub santimetr olacaq 8000 millimetrin kubu. Hesablayaq uşaqlar. Elə hər birini 100'ə ixtisar eləsəm, olur 15'in 80'ə nisbəti. Hər birini 100'ə bölsəm. Sonra hər birini 5'ə bölsəm, 3'ün 80'in içində 5 bir dəfə, 30'un içində 6 dəfə. 3'ün 6'ya nisbəti alınır. İndi uşaqlar, bir dənə qaldı H variantı. Onu da burada qeyd eləyəcəm. 8 ay bölək 3 il. Bir ilimiz 12 aydır. Onda 3 ilimiz 36 ay eləyəcək. Bir daha təkrar edirəm. Bir ilimiz 12 aydır. 3 ilimizdə 3'ü 12'yə vurduq 36 ay. Hər biri 4'ə ixtisar gedir. 8'i 4'ə bölsəm 2, 36'nı 4'ə bölsəm 9. Deməli 2'nin 9'a nisbəti alındı. Nisbətin hər bir həddini eyni bir ədədə bölüb digər ekvivalent nisbəti tapdıq. Bu da ikinci çalışmanın izahı idi. İndi isə uşaqlar keçək üçüncü çalışmanın izahına. 150 metr uzunluqda ipi verilmiş nisbətdə bölün. A bəndində 2'nin 3'ə nisbətində bölürük. Nisbəti gördünüzsə uşaqlar yanına x yazın, cəmləyin və verilən ədədə bərabər edin. A bəndində nisbətimiz 2'nin 3'ə nisbətidir. Onda birinci hissəni götürürəm 2x, ikinci hissəni götürəcəm 3x. Toplayıram, bu hissələrin cəmi, birinci hissə ilə ikinci hissənin cəmi 150 metr verməlidir. Çünki ip 2 hissəyə kəsilib. Toplayıram, 5x bərabərdir 150. X-i tapmaq üçün 150-ni 5'ə bölürəm. X də bərabər olur 30. İndi uşaqlar, gəlin birinci hissəni tapaq. Birinci hissəni mən 2x ilə işarə etmişəm. Birinci hissə 2 vuraq x, o da bərabərdir 2 vuraq 30, olacaq 60 metr. İkinci hissəni tapaq.
İkinci hissəmizi 3x ilə işarə etmişik. 3 vuraq x-in qiyməti. O da olacaq 90 metr. Həqiqətən də 60 ilə 90-ı toplayanda 150 metr alınır. İndi B bəndinə baxaq. B bəndində nisbətimiz 1-in 5-ə nisbəti kimidir. Birinci hissəni 1x kimi işarə edirəm. İkinci hissəni 5x kimi işarə edirəm. Toplayanda da 150 metrə bərabər eləyir bu hissələrin cəmi. 6x bərabərdir 150-yə. X-i də tapmaq üçün 150-ni bölürəm 6 yerə. X də bərabərdir 25. İndi gəlin hər bir hissənin uzunluğunu tapaq. Birinci hissə olacaq x-in qiymətini elə 1-ə vururuq. 1 vuraq x. Yəni 1 vuraq 25 elə 25 metr. İkinci hissəmiz 5 vuraq x, yəni 5 vuraq 25, bizə verəcək 125 metr. Toplayanda da həqiqətən 150 alınır. Bu variantları bir-birindən qarışdırmamanız üçün ortadan xətti çəkim. İndi uşaqlar, keçək C variantına. C variantında nisbət 8-in 7-yə nisbəti kimidir. Birinci hissəni götürürəm 8x, ikinci hissəni götürürəm 7x nisbətində və cəmi yenə 150 metr verir. İpin uzunluğu dəyişmir. Hamısında 150 metrdir. Toplayanda 15x bərabərdir 150-yə. X-i də tapmaq üçün 150-ni 15-ə bölürəm. X də bərabər olur 10. İndi birinci hissənin uzunluğunu tapaq. Birinci hissəni 8x ilə işarə etmişik. Yəni 8x-in qiymətinə vururam. X-in qiyməti də 10 idi. Olur 80 metr. İkinci hissəni tapaq. 7x ilə işarə etmişik. 7 vuraq x-in qiyməti. O da 70 metr verdi bizə. Həqiqətən də toplayanda 70 metrlə 80 metrin cəmi 150 metr verir. İndi uşaqlar, digər variantları həll etmək üçün lövhəni təmizləyib davam edək. C bəndinə baxdıq, indi D bəndinə baxırıq. D bəndində nisbətimiz 14-ün 1-ə nisbəti kimidir. Birinci hissəni 14x ilə işarə edəcəm. İkinci hissəni 1x ilə işarə edəcəm. 14x üstəgələk 1x bərabərdir 150-yə. 15x bərabərdir 150. X-i tapmaq üçün 150-ni bölürəm 15-ə. X də bərabər olur 10. Birinci hissə 14 vuraq x ilə işarə olunub. Yəni 14-ü x-in qiymətinə vururam. Olur 140 metr. İkinci hissəmiz 1x-dir. 1x-in qiymətinə vuracam, olacaq 10 metr. 10 metrlə də 140 metr toplayanda həqiqətən 150 metr alınır. İndi D bəndinə baxdıq, E bəndinə baxaq. 7-nin 23-ə nisbəti verilib. Birinci hissəni 7x ilə işarə edirəm. İkinci hissəni 23x ilə işarə edirəm. Bunların cəmi də, yəni birinci hissə ilə ikinci hissənin cəmi ipin uzunluğunu verməlidir, 150 metri. 30x bərabərdir 150-yə. X də bərabərdir 150 bölək 30. X bərabər olacaq 5. İndi gəlin hər bir hissənin uzunluğunu tapaq. Birinci hissəni tapanda 7-ni x-in qiymətinə vururam. X-in qiyməti də 5 idi. İkinci hissəni tapanda 23-ü x-in qiymətinə vuracam. 23 vuraq 5. 100, 115. Toplayanda da həqiqətən yenə də 150 metr alınır uşaqlar. E variantında yazdıq. Keçək F variantına. Artıq 3 dənə nisbətimiz var. 1, 2, 3. Deməli 3 yerə bölünür. Birinci hissə 1x. İkinci hissə 2x. Üçüncü hissə 3x ilə ifadə olunub. Bunların cəmi 150 verməlidir. Toplayıram. 6x bərabərdir 150-yə.
X də bərabərdir 150 bölək 6-ya. X-i tapmaq üçün 150-ni 6-ya böldük, oldu 25. İndi birinci hissəni tapırıq. Birinci hissəni 1x ilə işarə eləmişəm. Yəni 1x-in qiymətinə vururuq. Olur elə 25 metr. İkinci hissəni 2x ilə işarə eləmişik. 2-ni vururam x-in qiymətinə, olacaq 50 metr. Üçüncü hissəmizi 3x ilə işarə eləmişik. 3x-in qiymətinə vururuq 25-ə. Olur 75 metr. Bunları həqiqətən toplayanda yenə 150 metr alınır. İndi bir dənə G variantı qaldı. G variantında yazmaq üçün burada variantları təmizləyib təzə lövhə açacağım və sonra davam edəcəm. G variantına baxdıq. Deməli, uşaqlar, burada da yenə 3 dənə nisbət verilib. 3-ün 5-ə, 5-in 7-yə nisbəti. Birinci hissəni götürürəm 3x, ikinci hissəni götürürəm 5x, üçüncü hissəni də götürürəm 7x və bunların cəmi elə ipin uzunluğuna bərabərdir, 150 metrə. Toplayıram 15x bərabərdir 150-yə. X-i də tapmaq üçün 150-ni bölürəm 15-ə. X bərabər olur 10. Birinci hissəni tapaq. Birinci hissəni 3x ilə işarə eləmişik. Yəni 3-ü x-in qiymətinə 10-a vururam, olur 30 metr. İkinci hissəni tapaq. İkinci hissəni işarə eləmişik 5x-ə. 5-i x-in qiymətinə vururam. 5 vuraq 10, oldu 50 metr. Üçüncü hissəni 7x ilə işarə eləmişik. Bu da oldu 70 metr. Qayıdıb üçünü də toplasaz yenə 150 metr alınacaq. Bu da üçüncü çalışmamızın izahı idi. İndi isə uşaqlar, keçək dördüncü çalışmanın izahına. Dördüncü sualda tənasübün əsas xassəsindən istifadə etməklə məhsulu tapın. Neynirik? Tənasübün kənar hədlərini vurub orta hədlərinə bərabər edirik. Yəni, tənasübün kənar hədlərinin hasili orta hədlərinin hasilinə bərabərdir. Bax, bu xassəni tətbiq edirik, uşaqlar. Birinci A bəndində kənar hədlər x ilə 3-dür. Kənar hədlər çarpaz şəkildə vuracaq. Çarpaz. X vuraq 3 bərabərdir. 6 vuraq 17. İndi uşaqlar, x vuraq 3 bərabərdir. 6 dəfə 7 42, 4 yadda, 6 dəfə 1 6, 4 də yadda 10. X-i tapmaq üçün 102-ni bölürəm 3-ə. X də bərabərdir. 10-un içərisində 3 3 dəfə yerləşir, 12-nin içərisində də 4 dəfə yerləşir. Oldu A bəndi 34. İndi B bəndini yazırıq. A bölək 21 bərabərdir 4 bölək 7-yə. Burada kənar hədlər A ilə 7-dir. Bax, üstündən çəkirəm. Kənar hədlərimiz budur. Orta hədlərimiz də budur. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. A vuraq 7 bərabərdir 84. A-nı da tapmaq üçün 84-ü bölürəm 7-yə. A bərabərdir 12. İndi C bəndinə baxaq. 18-in C-yə nisbəti bərabərdir 6-nın 11-ə nisbəti. Çarpaz vururuq. Orta hədlərin hasili, yəni 6 ilə C-nin hasili kənar hədlərin hasilinə bərabər olacaq. 11 ilə 18-in hasilinə. 6 vuraq C bərabərdir 198. C də bərabərdir 198 bölək 6. C bərabərdir 19-un içində 3 dəfə, 18-in içində 3 dəfə.
C bərabər oldu 33-ə. İndi uşaqlar D variantına baxaq. 3-ün 4-ə nisbəti bərabərdir x çıxaq 5-in 8-ə nisbəti. Bu x çıxaq 5-i mən mötərizədə yazacağım. Orta həddir. 4 və x çıxaq 5. Bunlar orta hədlərdir. Bunların hasili kənar hədlərin hasilinə bərabər olacaq. 3-lə 8-in hasilinə. 4 vuraq mötərizədə x çıxaq 5 bərabərdir. Bu çıxaqdır. 3 dəfə 8 24 eləyir. Mötərizənin cavabını tapmaq üçün 24-ü 4-ə bölməliyəm. Yəni, mötərizənin içərisindəki o həddin nə olduğunu bilmirəm. Onu tapmaq üçün 24-ü 4-ə bölürəm. X çıxaq 5 6-ya bərabər olur. Onda x-i tapmaq üçün də 6 ilə 5-i toplamalıyam. X oldu 11. Bunu da qeyd etdik. İndi uşaqlar gəlin E variantını qeyd edək. 13 çıxaq x bölək 12 bərabərdir 5 bölək 6. Kənar hədlər 13 çıxaq x və 6-dır. Onların hasilini yazıram. Orta hədlər də 12 ilə 5-dir. 12 vuraq 5. 6 vuraq mötərizədə 13 çıxaq x bərabərdir. 12-ni 5-ə vuranda 60. Mötərizənin içini tapmaq üçün 66-ya bölməliyəm. 13 çıxaq x bərabər olacaq 10-a. X-i də tapmaq üçün 13-dən 10-unu çıxıram. X bərabər olur 3. Bu da 4-cü çalışmanın izahı idi. İndi isə uşaqlar, keçək 5-ci çalışmanın izahına. Sualımız belədir. Üçbucağın kiçik və orta tərəflərinin uzunluqları 3-ün 4-ə, orta və böyük tərəfinin uzunluqları 2-nin 3-ə nisbətindədir. Kiçik tərəfinin uzunluğu 9 cm olarsa, üçbucağın perimetrini tapın. Öncə burada yazıram. Kiçik tərəf, orta tərəf. Onların nisbətini yazaq. Kiçik tərəfin orta tərəfə nisbəti 3-ün 4-ə kimidir. Sonra orta tərəfin böyük tərəfə nisbəti. Orta tərəfin də böyük tərəfə nisbəti 2-nin 3-ə kimidir. İndi uşaqlar, bura baxaq. Orta tərəf burada nəyi bildirir? Burada hətta rəngli qələmlərlə göstərim. Burada kiçik tərəf olacaq 3x, orta tərəf olacaq 4x. Burada orta tərəf olacaq 2y, böyük tərəf olacaq 3y. Orta tərəf burada bir dəfə 4-ü göstərdi. Bizə əsas orta tərəf lazımdır. Çünki 2 dəfə iştirak edən orta tərəfdir. Orta tərəf, orta tərəf. Bax, bizə əsas bu lazımdır uşaqlar. Orta tərəf, orta tərəf. Burada isə orta tərəf 2-ni bildirdi. Biz 4-ü bu tənasübün, daha doğrusu nisbətin hər həddini 2-yə bölüb, bu 4-ü 2-yə gətirə bilmərik, çünki 3 2-yə bölünmür. Amma buradakı nisbətin hər tərəfini 2-yə vurmaqla orta həddi 4-ə bərabərləşdirə bilərik. İndi bunun hər tərəfini 2-yə bölsək, daha doğrusu 2-yə vursaq, olacaq 2-nin 6-ya nisbəti. Baxın, hər bir həddini 2-yə vurdum ki, orta hədd, buradakı orta həddin qiymətindən eyni olsun uşaqlar. Bax, bunu sırf buna görə elədim.
Nisbətin hər bir həddini 2-yə vurdum ki, buradakı 2 orta həddin qiyməti, buradakı orta həddin qiymətindən eyni olsun. İndi lap gözəl. Bunu yazdıqsa, artıq orta həddimiz olacaq 4x, orta həddimiz olacaq 4x. Böyük tərəfimizdə olacaq 6x. Bu oxları siz çəkməsəz də olar. Belə rəngli qələmlərlə də çəksəz olar. Artıq təzə nisbətlərə uyğun götürürük. Onda birinci tənasüb nisbətdə kiçik tərəfim olacaq 3x, böyük tərəfim olacaq 4x. Yazıram onları. Artıq kiçik tərəf 3x, orta tərəf 4x, orta tərəf yenə 4x, böyük tərəfdə 6x. Bu nisbətlərdə əgər eyni hədd, bax burada orta hədd, hər ikisində var idi, ona görə qiymətlərini bərabərləşdirib, sonra alınan yeni nisbətə görə bax bu hədləri qiymətləndirdik. Sonra burada deyilir ki, uşaqlar, kiçik tərəfin uzunluğu 9 santimetrdir. Kiçik tərəfi nə ilə işarələmişik? 3x ilə işarələmişik. Deyir, bu 9 santimetrə bərabərdir. Gəlin həll eləyək. 3x bərabərdir 9-dursa, x bərabər olacaq 9 bölək 3, x bərabər olacaq 3-ə. X 3-dürsə, bunların hər birinin uzunluğunu tapa bilərik. 4 vuraq 3, 12 santimetr. 6 vuraq 3, 18 santimetr. Üçbucağın perimetrini də taparkən 3 tərəfini cəmləməliyəm. Kiçik tərəfi 9-dur. Orta tərəfi 12-dir, böyük tərəfi isə 18-dir. Toplam eləyəcək 39 santimetr. Bu da 5-ci çalışmanın izahidir. Uşaqlar, burada yenə deyirəm, diqqətli olursunuz. Əgər 2 dənə fərqli nisbət verilibsə və nisbətdə hədlərin biri eynidirsə, orta hədd, bax gördünüz burada orta tərəf, hər ikisində var idi. Onun qiymətlərini bərabərləşdirib sonra həll eləməyə çalışın. Bu zaman misalınız doğru alınacaq. Başqa yolla getsəz, yəni burada çaşacaqsınız. İndi isə uşaqlar, keçək 6-cı çalışmanın izahına. Şəkildə bir dama tərəfi 5 mm olan kvadrat formasındadır. Bax, bu balaca damaların hər birinin tərəfi 5 mm-dir və özləri də kvadrat formasındadır. Mənzilin planı 1-in 400-ə miqyası ilə verilib. Mənzilin həqiqi ölçülərini tapın. Öncə baxaq miqyasa. Miqyas nə deməkdir uşaqlar? Plandakı ölçünün həqiqi ölçüyə nisbətidir. Və miqyası belə oxuyurduq. Plandakı 1 sm, real həyatda və yaxud həqiqi ölçülərlə 400 sm-ə bərabərdir. Bunu buradan qeyd eləyə bilərəm miqyası. 1 sm, 400 sm. Plandakı 1 sm, həqiqi ölçülərlə 400 sm-ə bərabərdir. Hətta burada da qeyd edeyim onu. 1 sm bərabərdir 4, bərabərdir yox. Bərabərdir yazmağımız düzgün olmaz. 400 sm. A bəndində mənzilin həqiqi ölçülərini yazın. Mənzilin həqiqi ölçülərini yazın. Bu bir dənə dama dedik ki 5 mm-dir. Görək mənzilin neçə damadan ibarətdir? 1, baxın 1, 2, 3, 4, 6. Mənzilin eni 6 damadır. Uzunluğu 2, 4, 6 damadır. Eni 6 dama. 6 dama. Uşaqlar, bir damamız da neçə millimetrdir? 5 millimetrdir.
6-nı vururam 5-ə, eləyir 30 millimetr. Bu neçə santimetrdir? 3 santimetr. Şəkil üzərində evin, mənzilin eni 3 santimetrdir. Uzunluğu bu da 6 dama idi. İndicə baxdıq. Yenə 6 vuraq 5 bərabərdir 30 millimetr. Eyni idi enindən uzunluğu 3 santimetr. Deməli, bir dənəsini tapsaq bəsdir. Eni və uzunluğu ikisi də 2, 4, 6. Bəli, 6 idi. Miqyasımız şəkil üzərində 1 santimetr, həqiqətdə 400 santimetrə bərabərdirsə, biz şəkil üzərində 3 santimetr tapdıq. 3-ü də 4-ə vurub həqiqi ölçülərini tapa bilərik. Həqiqi ölçüləri eni olacaq uşaqlar. 3 vuraq 400 1200 santimetr. 100-ə də bölməklə metrə çevirə bilərik. 12 metr. Uzunluğu da yenə 12 metr. Niyə ikisini də eyni götürdüm? Çünki uşaqlar onsuz da burada eyni almışdıq. Eyni ilə uzunluğu eynidir. Şəkil üzərində 3 sm 3 sm-dir. Həqiqi ölçüləri eni 12 metr, uzunluğu 12 metrdir. İndi uşaqlar, keçək B bəndinə. Otaqların hər birinin sahəsini hesablayın. Otaqların hər birinin sahəsini hesablayın. Bunun üçün mən A variantının həllini siləcəm. Keçib digər variantları yazacağım. Gəldik B bəndinə. Otaqların hər birinin sahəsi. Dedik ki, A otağına baxaq. A otağının eni şəkildə 4 damadır. Hər biri də 0,5 5 mm olduğuna görə 4'ü 5'ə vururam. Bu 20 mm eləyir. Yəni 2 cm. Uzunluğunu tapaq. Uzunluğu bu da elə 4 damadır. Nə gözəl. Eninlə uzunluğu eynidir. Bu da 2 cm verəcək. Dört vuraq 5, 20 millimetr. Bu da 2 santimetrdir. Onda gəlin həqiqi ölçülərini tapaq. Eni ilə uzunluğu ikisi də eynidir. Ona görə birini tapaq. Şəkildə 2 santimetrdirsə, real həyatdakı ölçüsünü tapmaq üçün 400 santimetrə vuracağım. Çünki 1 santimetr real həyatın 400 santimetrinə bərabərdir. 800 santimetr. Bu da 8 metr deməkdir. Uzunluğu da 8 metr olacaq. Sahəsi də olacaq A-nın sahəsi. Eni vuraq uzunluğu. 8 vuraq 8. 64 metrin kvadratı. Bu A otağının sahəsi idi. İndi uşaqlar, keçib eyni qayda ilə B otağını, C otağını və D otağını hesablayacağım. A otağını başa düşdüsə, bunu silirəm. Burada da bütün yazıları silməyəcəm. İndi B otağını hesablayıram. B otağının eni 4 dama deyil, eni 2 damadır. Ona görə bunu 2'yə vuracağım. Sadəcə bu hissələrini silirəm. Bir də təzədən yazmamaq üçün. Uzunluğu 4 damadır. Elə ona görə saxlayıram uşaqlar. Silməyəcəm. Uzunluğu 4 damadır. Artıq 4 damanı burada hesablamışıq. Həqiqi ölçüləri enini dəyişəcəm. Hətta buranı silim, təzədən yazaram. Uzunluğu eyni ilə qalacaq.
sahəsini, bəlamat sahəsini düzəltməliyik. Yaxşı, gəlin davam edək. B otağına baxırıq. B otağının eni, diqqət eləsəniz, şəkildə 2 damadır. B otağı, eni 2 dama. 2 damadsa hər dama 0,5 hər dama 5 mm olduğuna görə 2-ni 5-ə vurduq, 10 mm aldıq. Bu da 1 sm deməkdir. Uzunluğu 4 dama idi, elə 4 damanı bayaq hesablamışdıq. Eni 1 santimetrdir. 1 santimetr real həyatdakı 400 santimetrə bərabər olduğundan vuranda 400 santimetr alınacaq. O da 4 metr eləyir. Uzunluğu da 8 metrdir. Bayaq hesablamışdıq bunu. İstəyirsiniz o uzunluğun da həllini lap yazım, göstərim. Uzunluğu 2 santimetrdir. 2 santimetri 400 santimetrə vuranda 800 santimetr eləyir. O da 8 metrdir. Bunu bayaqdan hesaplamışdıq uşaqlar A otağında. İndi sahəni də tapanda enini uzunluğuna vururuq. 32 metr kvadratı alınır. Bu da B otağının sahəsi oldu. İndi uşaqlar keçək. Deməli A otağı oldu. İstəyirsiniz burada qeyd edək. Sonra bizdən tələb oluna bilər hardasa variantlarda. A oldu 64. B oldu 32. İndi keçək C-yə və yaxud D-yə. D ilə A diqqət eləsəniz eynidir uşaqlar. D otağına baxın. D otağının eni 2, uzunluğu yenə 4'dür. Eni 2, uzunluğu 4'dür. Eni 2 dama, uzunluğu 4 dama. Yəni D otağının sahəsi ilə B otağının sahəsi eyni olacaq. Yazıram. D otağının sahəsi sahəsinə bərabərdir. Çünki ölçüləri eynidir. Çünki ölçüləri eynidir. Bu da 32 olacaq. Bunu da qeyd etdik. Gəlin indi C-nin sahəsini tapaq. C otağının. Yenə də burada bəzi hissələri silib düzəliş eləyirəm. İndi C otağını tapırıq uşaqlar. Eni 2 damadır, uzunluğu da 2 dam olacaq. Yəni enindən uzunluğu bir-birinə bərabər olacaq. Həqiqi ölçüləri bir dənə bu hissəni düzəldərik. Bir də sahəsini düzəldərik. İndi baxaq. Aşağıdakı da D otağının sahəsi sözündə silirəm. Çünki bu bizə lazım deyil. Bayaqlarını göstərmək üçün qeyd etmişdim uşaqlar. Davam edək. İndi C otağına diqqət eləsəz. Eni də 2 damadır, uzunu da 2 damadır. Yəni bu kvadrat şəklindədir. Eni olacaq 1 sm, burada hesaplamışıq. Uzunluğu da 2 damadır. Yenə 2 vuraq 5, 10 mm, o da 1 sm-dir. Real həyatda 400 sm şəkil üzərində, plan üzərində 1 sm-ə bərabərdir. Ona görə eni 1 sm 400-ə vurduq 4 metr eləyəcək. Uzunluq da yenə 1 sm 400-ə vuranda 4 metr edəcək. Sahəsini də tapanda eninin uzunluğuna vururuq. Oldu 16 metr kvadratı. Bunun da sahəsi oldu 16. Hər bir otağın sahəsini ayrı-ayrıqda hesabladıq. A otağı 64, B otağı 32, D otağı ilə A otağı ilə eyni ölçülərdəydi. Ona görə o da 32. C otağının da sahəsi oldu 16 metr kvadratı. İndi keçək C bəndinə. Mənzilin ümumi sahəsi nə qədərdir? C bəndini uşaqlar burada yazacağım. Mənzilin ümumi sahəsini tapmaq üçün otaqların sahələrini cəmləməliyik. A otağı oldu 64. B otağı oldu 32. C otağı oldu
Daha doğrusu C otağı oldu 16, D otağı oldu yine 32. Toplayaq 64 üstə gələk. 32 ilə 32-ni toplasam yenə 64. Üstünə də gəlirəm 16-nı. 64 ilə 64 128. Üstə gələk 16. 8 ilə 6 4 1 yadda. 2, 3, 4 144 metr kvadratı. Otağın ümumi sahəsi, mənzilin ümumi sahəsi oldu 144 metr kvadratı. Bu mənzilin 1-in 500-ə miqyası ilə verilən planda perimetri nə qədər olar? İndi uşaqlar, D bəndini həll etmək üçün lövhəni təmizləyəcəm. Çünki bizə biraz böyük yer lazımdır o məsələni yazmağa. Gəldik D bəndinə. Bu dəfə miqyasımız olacaq 1-in 500-ə, yəni plan üzərindəki, xərit üzərindəki 1 sm real həyatda 500 sm-ə bərabərdir. İndi gəlin, bu mənzilin verilən planda perimetr nə qədərdir? Eniyi neçə dama idi? 6 dama. Uzunluğu da 6 dama idi. Eni 6 dama. Hər damamızda 5 millimetrdir. 30 millimetr. Bu 3 santimetr deməkdir. Uzunluğu da 3 santimetrdir. Hər dəfə belə eyni olanda hesablamanıza ehtiyac yoxdur. Sadəcə mən göstərmək üçün yazıram. Eni ilə uzunluğu eynidir. Hər ikisi 6 damadır. Deməli, hər ikisi 3 santimetrdir. İndi həqiqi ölçülərini tapaq. Həqiqi ölçüləri eni olacaq 3 vuraq 500. Çünki 1 sm 500 sm bərabər idi. Xəritədəki 1 sm real həyatda 500 sm bərabərdir. 1500 sm. O da 15 metr deməkdir. Uzunluğu da həmçinin. Uzunluğu da olacaq yenə 15 metr. Bizdən də nəyi tələb edirlər? Perimetrini. Həqiqi perimetri olacaq real həyatda perimetri. Otağın bütün tərəfi eni uzunu eyni olduğuna görə toplayıb 2-yə vururam. 2 vuraq 15 üstə gələk 15. 30. Bu da 60 metr. Bu real həyatda perimetrdir. Şəkil üzərində perimetrini də buradan hesablayıram. 2 vuraq 3 üstə gələk 3. 6, 2-yə də vuranda 12. Bu da 6-cı çalışmanın izahı idi. İndi isə uşaqlar keçək 7-ci çalışmanın izahına. Miqyası 1-in 50 minə olan xəritədə iki məntəqə arasındakı məsafə 6 santimetrdir. Miqyasın mənasını yazıram. 1-in 50 minə. Miqyas bu şəkildədirsə, bu deməkdir ki, xəritədəki 1 santimetr real həyatdakı 50 min santimetrə bərabərdir. Yəni, real həyatdakı 50 min santimetrlik məsafə qısaldılıb 1 santimetrdə yerləşdirilib. Yaxşı, bunu yazdıq. İki nöqtə arasındakı məsafə 6 santimetrdir. Xəritədə iki nöqtə arasındakı məsafə 6 santimetrdir. A bəndi. Həqiqətdə bu məntəqələr arasındakı məsafə nə qədərdir? Xəritədə 1 santimetr 50 min santimetrə bərabərdirsə, 6 santimetr tapmaq üçün 6-nı vuracam 50 minə. 6 dəfə 5, 30. Sonunda da 4 dənə sıfırı qeyd edirəm.
oldu 30.000 santimetr. İndi uşaqlar, bunu 100'ə bölsək metrə çevirəcək. 1000'ə bölsək kilometrə çevriləcək. Olacaq 3 kilometr. 100 minə böləndə santimetr ilə birbaşa kilometrə çevrildi. İndi B bəndinə baxaq. Bu məntəqələr arasındakı məsafə, yəni 3 kilometr, miqyası 1'in 10 mini olan xəritədə neçə santimetrə bərabərdir? Miqyas 1'in 100 minədir. 100 min. Bu deməkdir ki, real həyatdakı 100 min santimetr xəritə üzərindəki 1 santimetrə yerləşdirilib. 3 kilometrimiz neçə min santimetr idi? 30 min santimetr idi. Bu 30 min santimetri gəlin 100 minə bölək, görək neçə santimetr düşəcək. Üç santimetr. Xərit üzərindəki 3 santimetrə bərabər oldu. Bu da 7-ci çalışmanın izahı idi. İndi isə uşaqlar, keçək 8-ci çalışmanın izahına. 8-ci çalışmamıza tənasüb qurmaqla həll edin. Uşaqlar, 40 metrin 60%'ini tap. Əgər mən bunu özüm tək işləmiş olsaydım və yaxud kiməsə də izah etmiş olsaydım, necə tapacaqdım? Ədədin faizini tapılma qaydası ilə. Ədədi faiz göstəricinə vurub 100'ə bölərdim. Cavab da daha qısa və tez alınardı. Amma burada kitabınızda deyir tənasüb qurmaqla həll edin. Və uşaqlar, mən kitab üzərində izah elədiyimə görə çalışmanın şərtinə uyğun həllər yazıram. Təbii ki, qısa yol var. Dediyim kimi, bax, qısa yol şəklində həll etsəydim, tez ədədin faizini tapanda ədədi faiz göstəricinə vurardıq və 100'ə bölərdik. Bu da eləyəcəkdi sıfırlar ixtisar gedəndə 6 dəfə 4, 24 metr. Bu qısa şəkildə həlli. Amma bizə deyir ki, tənasüb qurmaqla həll edin. Yəni, biraz işimizi uzadaq. Bunun üçün nə edirik? 40 metrin 60%'ini tapmalıyıq. 40 metrin özünü 100% qəbul edirəm. 60%'nin hansı ədədə bərabər olduğunu bilmədiyim üçün onu da x qəbul edirəm. Tutaq ki, x metrdir. Yuxarıdan aşağı tənasübümüzü qururuq nisbət şəklində. 40'ın x metrə nisbəti, orada o metrləri yazmasanız da olar. Hərf olduğuna görə qarşılıqlı düşməsin, silirəm bu metrləri. Bərabərdir 100'ün 60'a nisbəti. 100 ilə 60 ixtisar gedir. Elə 20'yə ixtisar getsə 5 qalar, 20'yə ixtisar getsə 3 qalar. Bundan sonra çarpaz vururuq. 5 vuraq x bərabərdir 40 vuraq 3. 5 vuraq x bərabərdir 120. X də bərabərdir 120 bölək 5. X də bərabərdir 24. 24 metr. Gördünüz, o başda daha qısa 2 saniyə alacağımız cavabı məsələnin şərtinə görə biraz daha uzun yazdıq. Yenə deyirəm uşaqlar, mən məcbur şəkildə kitabdakı üsulları izah edirəm. Amma qısa yolunu da yuxarıda sizə göstərdim. İndi 70'i tez 40'a vurub 100'ə bölərik, bu yuxarıda daha qısa cavab alarıq. Amma indi təəssüf ki, bizdən tənasüb qurmamızı istəyir. 70 manatın 40%'ini tapın. 70 manatın özünü 100% qəbul edirəm. 40%'i hansı ədədə bərabərdir bilmədiyim üçün onu da y ilə işarə edirəm. Düz mütənasibdir. Çarpaz vurub tez buradan da həll edə bilərsiniz. Amma tənasüb də qura bilərsiniz. Fərqi yoxdur uşaqlar. 100'ün 40'a nisbəti. İndi ixtisarlarımızı aparırıq. 120'yə ixtisar aparanda 5 qaldı. 40'ı 20'yə ixtisar aparanda 2 qaldı. Çarpaz vururam. 5 vuraq y bərabərdir 70 vuraq 2. 5 vuraq y bərabərdir 140. Y-i də tapanda mən 140'ı 5'ə böləcəm. Y də bərabərdir
2 dəfə, 8 dəfə, 28 manat. İndi uşaqlar, keçək C bəndinə. 12% 6 kiloqram olan torbanın kütləsi. 12% 6 kiloqram olan torbanın kütləsi. Torbanın öz kütləsi bilmirəm nə qədərdir. Onu 100% qəbul edəcəm. 12% də 6 kiloqrama bərabərdir. Tənasübümüzü qururuq. X-in 6-ya nisbəti bərabərdir 100-ün də 12-yə nisbəti. Bir növ işimizi uzatmış oldu bu çalışma. İndi uşaqlar, ixtisarlarımızı aparırıq. 104-ə böləndə 25 qalır. 12-ni 4-ə böləndə 3 qalır. İndi çarpaz vururam. 3 vuraq x bərabərdir 6 vuraq 25. 6-nı 25-ə vuranda elədi 150. 150-ni də 3-ə bölsək x tapılar. X bərabər oldu 50. 50 kiloqram. Sonuncu bəndi də izah eləyək D bəndini. 35% 14 litr olan bidonun tutumu. Bidonun tutumu nə qədərdir bilmirəm. Tutaq ki, Y litrdir. Onu 100% götürəcəm bidonun tutumunu. 35% də 14 litrə bərabərdir. 14 litri 35%dir. Tənasübü qururuq. Y-in 14-ə nisbəti bərabərdir 100-ün də 35-ə nisbəti. Uşaqlar, hər biri 5-ə ixtisar gedir. 5-ə ixtisar aparsaq 20 qalacaq. 5-ə ixtisar aparsaq 7 qalacaq. İndi çarpaz vura bilərəm. 7 vuraq Y bərabərdir 14 vuraq 20. 7 vuraq Y bərabərdir 280. Y-i də tapanda 280-i bölürəm 7-yə. Y də bərabər olur 40 litr. Bu da 8-ci çalışmamızın izahı idi. İndi isə uşaqlar, keçək 9-cu çalışmanın izahına. Tənasüb qurmaqla suallara cavab verin. Yenə də tənasüb qurmalıyıq. A bəndindən başlayaq. Uzunluğu 6 metr olan lent, uzunluğu 8 metr olan lentin neçə faizini təşkil edir? Uzunluğu 6 metr olan lent neçə faizdir bilmirəm. Bunu P faizdən işarə edirəm. Uzunluğu 8 metr olan lenti isə 100% qəbul edirəm. Birinci nə soruşulursa uşaqlar, birinci ədədi P faiz qəbul edirik bu kimi suallarda. Nisbəti qururam. 6-nın 8-ə nisbəti bərabərdir P-nin 100-ə nisbəti. 6 ilə 8 hər ikisi 2-yə ixtisar gedir. 2 ixtisar eləyək. 6-nı 2-yə böləndə 3 qaldı. 8-i 2-yə böləndə 4 qaldı. Sonra çarpaz vururuq. 4 vuraq P bərabərdir 3 vuraq 100. P də bərabərdir 300 bölək 4. 100-ün içində 4 25 dəfə yerləşir. 3-ə də vursaq 75. Deməli 75% alındı. Sonra keçək B bəndinə. Qiyməti 3 manat olan alma, qiyməti 2,4 manat olan almadan neçə faiz bahadır? Öncə qiymətləri çıxıram bir-birindən. Heç çıxmasaq da olar. Qiyməti 3 manat olan alma neçə faiz bahadır bilmirəm. Götürürəm P faiz baha olsun. Qiyməti 2,4 manat olan almanı da 100% götürürəm. Manatdır uşaqlar, sadəcə bütöv yazmadım. İndi tənasübü quraq. 3-ün 2,4-ə nisbəti bərabərdir. P-nin də 100-ə nisbəti. İndi çarpaz vururam. 2,4 P bərabərdir 3 vuraq 100. P də bərabərdir 300
bölək 2 tam onda 4. Tənasibin hər bir həddini 10-a vururam ki, vergüldən azad olub. 10-a vursaq 3000 bölək 24. Hər biri 3-ə ixtisar getsə 1000 bölək 8 eləyir. 1000 də 8-ə böləndə 125 alınır. 125. Neynirdik? Bu tip misallarda aldığımız qiymət 100-dən böyük idisə, qayıdıb həmin ədəddən 100-ü çıxırdıq. Oldu 25% baha. Bu da 9-cu çalışmanın izahı idi. Ümid edirəm ki, başa düşdünüz. İndi keçək 10-cu çalışmanın izahına. Sual belədir. Heykəltıraş 8 eyni kiçik heykəl hazırlamaq üçün 12 kiloqram gil istifadə etdi. Heykəltıraş 8 eyni kiçik heykəl hazırlamaq üçün 12 kiloqram gil istifadə etdi. A bəndinə baxaq. 8 heykələ 12 kiloqram gil işlədib. Görək 6 belə heykələ nə qədər işlədər? Aydın məsələdir ki, heykəllərin sayı artanda ona istifadə olunan gil də artacaq. Yəni, bu düz mütənasibdir. 8-in 6-ya nisbəti bərabərdir 12-nin x-ə nisbəti. Burada da 8 ilə 6-nı ixtisar edirik. Hər biri 2-yə bölünür 4 qalır, 2-yə bölünür 3 qalır. İndi çarpaz vura bilərik. 4 vuraq x bərabərdir 3 vuraq 12. 4 vuraq x bərabərdir 36. X də bərabərdir 36 bölək 4. X bərabərdir 9. Deməli, 9 kiloqram gil istifadə edər. İndi B bəndinə baxaq. 3 kiloqram gil neçə belə heykəl düzəltməyə kifayət edər? 8 heykələ 12 kiloqram gil gedib. 3 kiloqram gil görən neçə heykələ gedər bilmirik. Y heykəl. Yenə tənasübümüzü qururuq. 8-in Y-ə nisbəti bərabərdir 12-nin 3-ə nisbəti. Elə 12-ni 3-ə ixtisar eləyə bilərik. 4 qalır, 3-ü ixtisar eləyə bilərik, 1 qalır. İndi çarpaz vururam. 4 vuraq Y bərabərdir 8 vuraq 1. 4 vuraq Y bərabərdir 8. Y də bərabərdir 8 bölək 4. Y bərabərdir 2. İki heykələ bəs edər deməli. Bu isə 10-cu çalışmanın izahı idi. İndi isə uşaqlar keçirəm 11-ci çalışmanın izahına. İnsanın gündəlik enerjiya tələbatı orta hesabla 1500 kilokaloridir. 100 qram ərik qurusunda 250 kilokalori var. İnsan gündəlik tələbatının 20%-ni ödəmək üçün nə qədər ərik qurusu qəbul etməlidir? Bir daha təkrar edirik. Günlük tələbatımız nə qədərdir? 1500 kilokalori. 100 qram ərikdə də 250 kilokalori var. 100 qram ərikdə 250 kilokalori var. Nə qədər ərik tükətməliyik ki, gündəlik tələbatımız olan 1500 kilokalori ödənsin? Düz mütənasibdir uşaqlar. İndi nisbətini qururam. 100-ün x-ə nisbəti bərabərdir 250-nin 1500-ə nisbəti. İxtisarlarımızı aparaq. 250-yə ixtisar gedir. 250-ni 250-yə böləndə 1 qalır. 1500-ü 250-yə böləndə 6 qalır. İndi çarpaz vuraq.
X vuraq 1 bərabərdir 6 vuraq 100. X də bərabərdir 600 qram. 600 qram ərik qurusu tükətsək, günlük tələbatımıza lazım olan kilokalorini almış olarıq. Sonra baxaq davamına. İnsan gündəlik tələbatının 20%-ni ödəmək üçün nə qədər ərik qurusu qəbul etməlidir? Hə, günlük tələbatının 20%-ni soruşur. Mən ümumiyyətlə günlük tələbatdır bu, ərik qurusu. Günlük Əslində mən burada uşaqlar bu nisbəti belə qurmalıydım. 1500-ün 20%-ni tapıb qurmalıydım. Sadəcə günlük tələbatın hamısını tapdım. Eybi yox. İndi ərik kurusunun yəni 1500-ün 20%-ni tapaq. Bölək 100. Bu da səhv deyil. Sadəcə bütöv tələbatı tapdıq. Sıfırları ixtisar elədim. 15-i də vurdum 20'ye bərabərdir 300 kilokalori lazımdır bizə. Uşaqlar bu qısa şəkildə bu belə yazılır. Günlük tələbatın 20% oldu 300 kilokalori. Əslində nisbətimiz belə olmalıydı. 100 qram ərik yeyəndə 250 kilokalori alırıq. 300 kilokalorini almaq üçün nə qədər ərik yeyərik? Sadəcə mən bayaq dediyim kimi bu bütöv günlük kaloridir. Bizə isə 20% lazım imiş. Heç nə, eyb yox. Gəlin təzədən quraq. 100-ün x-ə nisbəti bərabərdir 2500-ün daha doğrusu 250-nin 300-ə nisbəti. 50-yə ixtisar gedir. 50-yə ixtisar etsək burada 5 qalacaq, burada isə 6 qalacaq. 5 vuraq x bərabərdir 100 vuraq 6. 5x bərabərdir 600. X də bərabərdir 600 bölək 5. X bərabərdir 120 qram. Misalımızın əslində həlli budur, bu ikinci yazdığım. Çünki bizdən günlük tələbatın 20% ödənsin deyir. Misalın əslində həlli budur. Günlük tələbatın 20%-ni ödəmək üçün 120 qram ərik qurusu yeyilməlidir. Günlük tələbatın hamısını ödəmək üçünsə 600 qram ərik qurusu yeyilməlidir. Bu dairəyə aldığımı qeyd etməzsiniz. O günlük tələbatın hamısıdır. 11-ci çalışmanı da izah etdim. İndi uşaqlar baxaq görək səhifənin davamında nə var? ...68-ci səhifədə yerləşən bütün çalışmaları izah etdim. Videonun müddəti həddən artıq uzanmasın deyə burada dayandıracağım. 69-cu səhifədəki çalışmaları da tezliklə növbəti videomda çəkib sizlər üçün paylaşacağım. Kanala abunə olmağı, bildirişləri də aktiv etməyi unutmayın ki, videolar yüklənəndə sizə də xəbərdarlıq gəlsin və izləyə biləsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Hər birinizə dərslərinizdə uğurlar. Gələn video dərslərimdə görüşmək ümidi ilə.